Şəfəq qəsəbəsindəyik. İgid qəhrəman oğullarımızdan birinin ailəsini ziyarət etməyə gəldik. Günlərdən biri olan Qurban Bayramıdır. Qurban Bayramı münasibəti ilə deməli bizim vətənpərvər xanımımız Çinarə xanımın hədiyyəsini istəyirik anamıza çatdıraq. Şəhid Mikail Həmidlinin, İlqar Əhmədovun və Ramil Rəhimovun adından Çinarə xanımın Aygün anamıza hədiyyəsi var. Allah şəhidlərimizin məkanını cənnət, məqamlarını uca etsin. Mən həmkarım Dəniz xanımla birlikdə Aygün anamı ziyarətə gəlmişik. Şəhidlər ölməz, vətən bölünməz. Salam dəyərli izləyicilərimiz, hər birinizi salamlayıram. Zəfər TV.az, Uğur Yol TV.az saytının izləyiciləri. Biz hal-hazırda Abşeron rayon Şəfəq qəsəbəsində İgid qəhrəman oğullarımızdan birinin Tacəddin İsmailzadənin anasının yanındayıq və gördüyünüz bu binada Tacəddinin anası yaşayır və bu bağı, bu parkı isə Tacəddinin və bütün şəhidlərimizin xatirəsindən Aygün xanım yaradıbdır və buradan Aygün xanıma səbir diləyirəm. Aygün xanıma Allah'tan dözüm, səbir mətanət diləyirəm və Tacəddin kimi bir oğul böyütdüyü üçün ona öz təşəkkürlərimi bildirirəm. Qəhrəman oğlumuz, bu vətən səni unutmadı. Vətən sağ olsun. Salam dəyərli izləyicilərimiz, hər birinizi salamlayırıq. Bugün biz Abşeron rayonu Şəfəq qəsəbəsindəyik. İgid qəhrəman oğullarımızın birinin ev muzeyindəyik. O oğul ki bir qəhrəmanlıq dastanı yazdı. O oğul ki 44 günlük vətən müharibəsində öz sözünü deyən igid oğullardan biri oldu. O oğlumuzun adı İsmailzadə Tacəddin. Vətən müharibəsi zamanı şücaətlə döyüşərək yaralandı. Uzun müddət xəstəxanada ölüm bilim savaşı apardı. Lakin 12 fevral 2021-ci ildə şəhadətə qovuşdu. Şəhidlik şərbətini içərək o məqama ucaldı mənim qəhrəmanım İsmailzadə Tacəddin. Bugün biz özümüzə borc bildik. Qəhrəman oğlun anasını ziyarətə gələk. Bildiyiniz kimi Qurban Bayramı günləridir. İstədik ki bugün bu ocaqda olaq, Aygün xanımın yanında olaq. Aygün xanımın həm bayramını təbrik edək, həm də biraz istədik ki bizim izləyicilərimizə canlı Tacəddin haqqında məlumat versin. Aygün xanım, biz sizin bayramınızı təbrik edirik və İgid qəhrəman oğullarımızın adından Mikailzadə, üzr istəyirəm, Həmidli Mikail, İlqar Əhmədov, Rəhimov, Ramilin adından bu da sizə Çinarə xanımın hədiyyəsidir. Və biz istədik ki bugün elə bu igidlərimizin, bu qəhrəmanların adından sizi təbrik edək. Və mən bir dəyərli izləyicilərimizə onu da qeyd etmək istəyirəm ki, bildiyiniz kimi mən yazaram. Mənim Qələbə Müjdəli Vətən adlı kitabımda da Tacəddin haqqında yazılarım yer alıb. Elə bu kitabı da gətirmişəm ki, Tacəddinin ev muzeyinə, onun qəhrəman oğul anası olan Aygün xanıma hədiyyə edim. Bu kitab da mənim sizə hədiyyəmdir. İstəyirik ki, biraz Tacəddinli günlərə qaydaq. Tacəddin sizə neçə oğul olub? İlk növbədə çox sağ olun qızım, sən də, siz də bu gözəl vaxtınızı ayırıb bizim yanımıza gəldiyiniz üçün. Sizi həqiqətən çox sevdiyimi bilir hamı. Çünki 2023-cü ildə mənim doğum günümdə sizin kitab təqdimatınız var idi və o gün belə gecə saat 12-də siz məni təbrik elədiniz. Tacəddinim hər zaman məni gecə 12-də təbrik eləyərdi. Onun yerini o an siz aldınız. Və gözəl bir yazı yazdınız orada, heç vaxt unutmaram. Mən və anam oxudum o an. Anam, hamımız ağlaşdıq ki, Tacəddin oğlundan sənə məktub. Allah sizdən razı olsun, heç vaxt unutmaram. Çünki çox əziyyət çəkirsiniz. O zaman da dediyimiz kimi biz bir nəfərə
dərdini içimizdə partlaya çəkir, amma siz 3000 şəhidin dərdini çəkib qələminizlə yazırsınız onların hamısının taleyini. Taceddin oğlu idi. O günü sağ olsun bizim deputatımız bizi şey yapardı Şuşaya, Laçına. Orada bir kəlmə söz dedim. Yəni Qarabağa baxdıqca ucu, görünməyən, nə bilim meşələri, dağları falan belə bir kəlmə işlətdim ki, deyirlər ki, üzük qaşından tanınır. Qarabağda doğrudan da Azərbaycanın üzüyünün qaşı idi. Və balalarımız ona görə canlı, qanını, ayağını, qolunu, gözünü, hər bir şeyini fəda edib Qarabağını qazandılar. Balalarımız igid oldu. Mən qəhrəman anasıyam, doğrudan da. Belə bir söz var ki, deyir, hüququndan keçən əskər hərə bir qəhrəman oldu. Onlar gələcəyindən, hüquqlarından, yaşamından, hər şeydən vaz keçib bizim gənc nəsilə o gözəlliyi göstərmək niyyətində oldular. Siz də sağ olun ki, bu qəhrəmanları tək-tək öz qələminizlə, öz mürəkkəbinizlə çizib yazıb bizə yad edirsiniz. Və burada neçə dənə şəhid var. Və hər evdə, hər ocaqda o şəhidləri biz tanıyırıq, oxuyuruq, bizim axırı ürəyimiz şad olur və bu nədir tanınmır. Və sağ olun ki, gör tanımadığım doğrudan da şəhidlər artıq Hacəddinin ev muzeyində yer alacaq. Çox sağ olsun. Mən bunları tanıyıram demək olar ki, evlərində olmuşam. Bax, mən onu da qeyd etmək istəyirəm ki, İlqar oğlumuz 2000-ci ildə şəhid olub. Belə qeyd edərəm ki, Həmidli Mikayıl, Rəhimov Ramil elə həm İlqarın, həm Taceddinin qisasını aldı. Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi tam bərpa oldu. Bu igid qəhrəman iki oğlumuz da antiterror əməliyyatları zamanı qəhrəmanlıqla şəhidlik zirvəsindən ucalıblar. Mən elə bunların da analarının sizə salamlarını gətirmişəm. Sağ olsunlar, var olsunlar. Çox bilsin. Çünki mənim qəhrəman şəhidlərimizin demək olar ki, bir hamısının evdə analarımla bir yerdə rəsmləri mənim albomumdadır. Və bütün deməyim, Sumqayıt şəhidlərini Taceddin öz qucağında saxlayırkən, onlar mənim qardaşlarımdır. Onun mənə dediyi, yəni göndəriş simvolu odur. Yəni siz də sağ olun ki, bir tanıtma gözəl şeydir. Sağ olsun analar. Məni ən azından böyük bir, gözəl bir şeydir. Uzaq bir yerdən gəlib, o uşaqların şəklini mənə çatdırmaq. Allah sizdən razı olsun. Çox sağ olun, təşəkkür edirəm. Sağ olun. Yaxşı ki, varsınız. Dəyərli izləyicilərimiz, dəyərli Aygün xanım, onu qeyd edim ki, Taceddin, bax, mənim doğulub boya başa çatdığım, arzularımın, xəyallarımın puç olduğu, illər öncə bir həsrətlə yaşadığım doğma Qarabağımı, doğma Füzuli torpağımı, mən özüm də Füzuli rayonunda yaşamışam, orada doğulub, orada böyümüşəm. Mənim xəyallarım, arzularım, hamısı gəncliyim orada qaldı. Bugün mən Taceddinlərin qazandığı zəfər, Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi Taceddinlər birləşərək bizə bu qələbə sevincini yaşatdılar. Məhz mən ona görə də bu kitabımın adını Qələbə Müjdəli Vətən qoydum ki, vətənləşən igidlər vətən torpaqları uğrunda canlarını fəda etdilər. İzləyicilərimizin nəzərinə onda çatdırım ki, bizim çəkilişimiz ZəfərTV.az saytına aiddir. ZəfərTV.az saytının rəhbərliyinə və kollektivinə özlərinin təşəkkürümü bildirirəm. Bugün özümüzə borc bildik. Daha bir qəhrəmanımızı qəlblərdə daima yaşadaq. İsmailzadə Taceddin, bu vətən sizə minnətdardır. Sağ olun. Füzuli də onlara borçlu qalmadı. Bu Füzulinin torpağı al-qırmızı lalələrə qərq oldu. Oradan keçdikcə insan dəhşətə gəlirdi. Laçın tərəf bütün yasəmən rəngə bulaşmışdı. Həmin o igidlərimiz, qəhrəmanımız canlarını verdiyi yerlərdə Füzuli də lalələrə bürünmüşdü. Torpaq belə balamızı tanıtdırdı. Vətən sağ olsun. Vətən sağ olsun.